duymazdan geldi. Düşer gibi golü attı. Gol sayı. Herkese yeni bir vlogdan salam. Çayımızı içək və daha sonra doğum gününə hazırlaşaq. Ekranda gördüyünüz bu videonun artıq bir il keçdi və bu gün bu qızın doğum gününə hazırlaşırıq. Dostlar, indi kombinlərimizi geyinirik. Belə qara bir şal var və üstünə belə yeni aldığımız qırmızı koftan geyinəcəyik. Geyinib gəlirik. Dostlar, paltarımızı geyindik. İndi isə gəlin aksesuarlarımıza baxaq. Belə bir daraq, saçımızı daramaq üçün. Daha sonra 2 ədəd belə glossum. Daha sonra qol bağlarım. Belə bir ədəd gümüş sepim. Daha sonra saçımı ya belə topuz yığa bilərəm bununla, ya da saçımı açıb belə bir bantik vura bilərəm. İndi onu tam bilmirəm, fikirləşəcəm. Aksesuarlarım belədir. İndi mənim aksesuarlarıma baxaq. Belə bir ədəd sep götürmüşəm. Belə bir bantik və saç daramaq üçün daraq. 2 ədəd qolbaq və glosslarım. Bu qədər idi. Dostlar, indi isə gəlin prensesin donuna baxaq. Görün bunun nə gözəl belə səhra rəngdə donu var və başını taxması üçün belə bir tac var. Doğum günü qızını bəzəmək bizə qaldı. Saçımı nə bantik vurmadım, nə də ki tops eləmədim. Bayaq göstərdiyim yekə qara proşku ilə sadəcə yığdım. Kombinlərimiz bu şəkildə. Dostlar, hazırsınızsa sizə tortu göstərəcəyim. 3, 2, 1. Tort bu şəkildədir. İndi birazdan qapağını çıxardı, belə göstərəcəyim. Dostlar, indi kebab pişiririk. Alarm deyib ki, alacağım, hər kəs çıxmır. Dostlar, burada yeməklər göstəririk. Ad günü çox maraqlıydı. Yəni adam evə gəlmək istəmirdi. İnsan doğmaları ilə bir yerdə olduqda çox sevinir. Balaca dayım qızının da ad gününü təbrik edirəm. Böyük qız olsun, fəxrimiz olsun. Bu arada yeməklər bir-birindən dadlıdır. Həqiqətən kebablar da bir-birindən dadlıydı. Həyatımda yediyim ən dadlı kebablar ola bilərdi. Həm yaxşı bişmişdi, həm dadları yaxşı idi, həm istiyotu yerində idi. Daim və atamın əllərinə sağlıq həqiqətən də. Artıq bir il oldu. Sanki dünən çəkdiyimiz videonun davamıdır kimi gəlir mənə. Çünki bir il bundan əvvəl balaca dayımız qızını gətirməyə gedirik adlı qısa bir video çəkmişdi. O da kanalımızda var. Əgər istəsəz girib izləyə bilərsiniz. Bu gün isə artıq onun 1 yaşı olur. Ona görə də bu vlogu çəkmək qərarına gəldik. Çünki bir il əvvəl belə bir video çəkmişiksə, indi niyə davamını gətirməyək? Biz də anamgilə kömək etdik. Məsələn, qabları gətirməkdə, aparmaqda, meyvələri gətirməkdə, konfetləri gətirməkdə və s. biz də kömək elədik anamgilə. Bu isə bizim ən sevdiyimiz salatdır. Yəni, hər bayramda falan mütləq bu salatı etməliyik. Çünki bu salat olmasa, yəni mənim üçün bayramlar çox da maraqlı olmur. Çox gözəl və dadlı olmuşdu bu da təbii ki də. Bu arada dostlar, biz tutmanı çox sevirik və burada da tutma var idi. Tortu tamamlayacaq o son şey bu tac idi. Çünki çox gözəl parıldayır. Tort da çox gözəl göstərdi. Və burada parıldadığından daha çox parıldayır realda. Yəni çox gözəl işıq saçırı torta çox gözəl tamamladı. Son dəqiqə xəbəri ilə gəldik, eşitdik ki, qar yağır, o dəqiqə düşdük aşağı. Bilməm siz görə bilirsiniz, yoxsa yox, amma qəşəng qar yağır. Dünən yağırdı, dayanmışdı, amma indi yağır. Yedik, içdik, süfrəni yığışdırdıq, süfrəni yığışdırmaqla görə kömək elədik və burada yenə salat yedik. Yemək yediyimiz yerləri əslində sizə çəkmək istəyirik, sadəcə utandığımız üçün çəkə bilmədik. Ona görə dedik, ən azından burada salat yeyəndə çəkək. Tortun görünüşü qədər dad da həqiqətən çox gözəl idi.
Maraqlı, gözəl bir gündə sona çatdıq. Vloqumuzu axıra qədər izlədiyiniz üçün çox sağ olun. Kanalımıza abunə olub like atmağı unutmayın.